Bəzi ölkələrdə gənc ailələr üçün müəyyən güzəştlər və ya mükafatlar nəzərdə tutulub. Məsələn, bir müddət əvvəl Cənubi Koreyanın Busan şəhərində ailə quran cütlüklərə $38.000 veriləcəyi açıqlanmışdı. Səudiyyə Ərəbistanında isə dövlət evlənəcək gənclərə ya maddi yardım verir, ya da aşağı faizli kredit təqdim edir. Azərbaycanda da nikah sayının azalması fonunda bu cür yardımlar nəzərdə tutula bilərmi? Qlobal İnfoza danışan sosioloq Üzeyir Şəfiyev deyib ki, hökumətin gənclər siyasəti ilə bağlı strategiyası var. Stat: İpoteka və kredit zəmanət fondunda gənc ailələr üçün müəyyən güzəştlər nəzərdə tutulub. Hesab edirəm ki, bu daha böyük kateqoriyanı əhatə etməlidir. Bu barədə əlavə tədbirlərə ehtiyac var. Gənclər nə qədər işləyə bilsələr, ailə qurmaqla bağlı da motivasiyaları olar. Eyni zamanda mənzil şəraitlərinin yaxşılaşdırılması istiqamətində regionlarda pay torpaqlarının ayrılması, şəhərdən daha az faizlə ipoteka kreditləri vermək lazımdır. Paytaxta axın olmaması üçün bu vacibdir. Əgər gənclər paytaxta axın etsə, bu demoqrafik vəziyyətə təsir etmiş olur. Hətta oradakı gənclərə faizsiz kreditlər də verilə bilər. Məsələn, Türkiyədə gənc ailələr üçün fond var və onlara faizsiz kredit verilir. 4 ildən sonra hissə-hissə ödəməyə başlayırlar. Oxşar strategiyanın Azərbaycanda da tətbiqi mümkündür. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.